Mən İlham Nuri. Dinləyən hər kəsi salamlayıram. Daha əvvəl büyücü sinifi seçdiyiniz bir oyun oynadınız? Ya da büyücülərin olduğu anime və ya mangaya rast gəlmisiniz? Heç orada istifadə edilən kimi siz də mana istifadə edə bilsəniz, nə edərdiniz deyə düşündünüz? Bəs sizə mananın günümüz dünyasında da mövcud olduğunu desəm? Bəli, bu videomuzun mövzusu bir çoxlarının görməzdən gəldiyi enerji olan manadır. Nikola Tesla'nın yatmış enerji deyə adlandırdığı, mənimsə mana olaraq tanıdığım bir enerji çeşidi günümüz dünyasında da mövcuddur. Çox daha əvvəllər də mövcud olub. Bu il 23-25 mart 2025-ci il tarixlərindən dünyaya gələn müsbət enerji dalğaları artmağa başlayıb. 13 min illik qaranlıq bir döngünün sonu və aydınlıq bir döngünün arasındakı 156 illik keçid dönəminə girmişik. Bu döngülərin isimlər də var, ancaq təəssüf ki, xatırlamıram. Ara dönəm olan 156 illik zaman, yəni alacaqaranlıq dönəmi elə bir zamandır ki, fərqində olanlar dəyişiklikləri görə biləcək. O dəyişikliklərdən biri də mananın daha aktiv hala gəlməsidir. İndi isə bu təkrarlanmış kadrlarda karakterin ətrafına baxın. Belə dalğalanmalar siz də görmüsünüz? Bu indiki dönəmdə mananın görə biləcəyimiz formasına ən yaxın olan şeyi təsvir etmək üçün yaxşı nümunədir. İstər insanlarda olsun, istər ağaclarda, istərsə torpaqda, bəzən enerjinin toplandığı, daha sıx, daha belirgin olduğu anlar və yerlər vardır. Animelərdə əjdarha damarı və ya mana damarı olaraq keçir adı, ancaq türkçəsində adının fay hattı olduğunu təxmin edirəm. Həmin alanlarda görən gözlər üçün yetərli axım var. Enerji bundan sonra daha da aktivləşməyə, oyanmağa davam edəcək. Daha sürətli də baş verə bilər. İndiki sürəti ilə davam edə bilər. Bu zaman dilimi bir qədər də insanların kollektiv bilinç oluşturmağına bağlıdır zənnimcə. Mananın daha aktiv olduğu anlara və ya yerlərə rast gəlsəniz, hər şeyin dəyişməyə başladığının fərqində olsanız, İstər boyutsal kırılmalar, istər simulasyon bozulmaları, istər enerji axımları, sizin üçün də bu cür dəyişikliklər daha görünür ola bilər. Dünya dəyişir, bəs biz niyə dəyişməyək? Dinlədiyiniz üçün təşəkkürlər.